Salam, hər vaxtınız xeyirli olsun. Biz bugün sizlə bədii təsvir və ifadə vasitələrini keçirik. Əslində mən bayaqdan izah eləyirəm, amma elə bilirəm ki, yandırmışam, sən demək yandırmamışam. Ona görə izah etdiyimi təkrar izah etməli olacağam. Bədii təsvir vasitələri ilə bədii ifadə vasitələri eyni anlayış deyil. Bədii təsvir vasitələri bədii dilin ən mühüm tərkib hissələrindəndir və ədəbiyyatda bunlara həm də məcazlar deyilir. Ümumiyyətlə əsas bədii təsvir vasitələri aşağıdakılardır. Burada yazmışam. Epitet, təşbeh, metafor, metonimiya, simvol. Bunlar bizim ədəbiyyatda məşhur olan məcazlarımız, bədii təsvir vasitələrimizdir. Bədii təsvir vasitələri sözün məcazi mənası əsasında yarandığına görə onlar məcazlar adlanır. Və birinci biz başlayırıq epitetdən. Epitet özü Yunan sözüdür. Hərfi mənası əlavə deməkdir. Sözə əlavə edirik və əlavə olunan söz bədii təyin olmalıdır. Niyə biz bədii təyin deyirik? Çünki o həqiqi mənada işlənmir, məcazi mənada işlənir. Məsələn, şirin söz, acı xasiyyət. Burada birinci şirin, sonra söz gəlir. Birinci acı, sonra xasiyyət gəlir. Deməli, bu epitetin özünün xüsusi mexaniki olaraq bir quruluşu var. Bir sistem üzrə hərəkət eləyir. Yəni biz onun yerini dəyişə bilmərik. Təyin edən söz birinci gəlməlidir, təyin olunan söz ikinci gəlməlidir. Söz şirindir, xasiyyət acıdır deyə bilmərik. Burada artıq epitet deyil o. Ona görə də birinci epiteti tapmaq üçün baxmalıyıq ki, sözlər hansı tərəfdə yerləşib. Birinci təyin edən söz gəlməlidir. Məsələn, şirin, sonra isim, söz gəlir də burada. Birinci acı gəlir, sonra xasiyyət gəlir. Təyin edən söz birinci gəlir, təyin olunan söz sonra gəlir. Bu bizim epitetimizdir. Epitet bədii təsvir vasitələrindən ən sadə, ən rahat olanıdır. Yəni şeirlərdə bunu tapmaq çox rahatdır. Sadəcə yerləşmə yerinə diqqət etmək və həmin sözün həqiqətən də məcazi olub olmadığını görmək lazımdır. Yəni əgər söz məcazidirsə, onda o epitet sayılacaqdır. Məsəl üçün mən burada tutaq ki, şirin qənd və ya konfet yazsaydım, bu epitet olmayacaqdı. Çünki həqiqətən də qənd şirin ola bilir, konfet şirin ola bilir. Ona görə də şirin söz, şirin xəyal, şirin arzu və s. bu tipdə söz birləşmələrində həmin o şirin sözü epitetdir. Daha çox şeirlərdə, romanlarda, ümumiyyətlə ədəbiyyatımızda olan hər hansı bir janrda biz bunu görə bilirik. Deməli, epitetə aid bir şeir nümunəsi deyim mən. Əgər sən yetişsən şirin arzuya, sənə dərs deyənə minnətdar ol sən. Burada biz şirin arzu ifadəsini görürük və şirin arzu söz birləşməsində epitet işlənmişdir deyə bilərik. Ümumiyyətlə, bədii təyin məcazi mənada işlənən sözdür. Bunu yadda saxlamaq lazımdır. Yoxsa ki, bunu fərqləndirə bilmərik. Həm də söz birləşməsinin birinci tərəfi kimi çıxış etmək mütləqdir. Yoxsa ki, necə deyim, yerini dəyişsək, artıq o başqa məcaz növünə çevriləcək. Deməli, bəzi epitetlər bir neçə sənətkar tərəfindən işlənir. Biz bunlara çox rast gəlirik şeirlərdə. Məsəl üçün, durna gözlü bulaqlar, durna gözlü bulaq və yaxud da bulağı yazmayım da, bu durna gözlünü başqa sözlərdə də istifadə eləyə bilirik. Durna gözlü ya da yazım ən yaxşısı. Durna gözlü bulaqlar və yaxud da ki, alma yanaq, alma yanaq. Bu alma yanaq ifadəsi daha çox Dədə Qorqud dastanlarında, nə bilim, ümumiyyətlə dastanlarda çox olur. Və yaxud da başqa nə deyə bilərik? Büllur, büllur, buxaq. Yəni büllur büllur bulaq da deyə bilərik. Büllur buxaq da deyə bilərik. Bunlar bir neçə sənətkarlar tərəfindən istifadə olunan epitetlərdir. Yəni onu Səməd Vurğun da işlədə bilər, Əhməd Cavad da işlədə bilər, nə bilim, Abdullah Şaiq də işlədə bilər və işlədiblər. Onlar öz əsərlərində bunları çox işlədiblər, düzdürmü? Bir neçə sənətkar tərəfindən işlənən epitetlərə baxın, belə bir ad verilir. Müqəyyəd epitet. Müqəyyəd epitet adı verilir. Bu bir termindir. Yəni bunu yadda saxlayaq. Aha. Təşbehdən danışaq. Bu təşbeh nəyə xidmət eləyir? Təşbeh nə üçün var? Təşbeh ümumiyyətlə ərəb sözüdür.
ərəb sözüdür və mənası bənzətmə, oxşatma deməkdir. Bənzətmə, oxşatma deməkdir. Ədəbiyyatımızda təşbeh yerinə həm də bənzətmə ifadəsini işlədilir. Deyir ki, məsəl üçün şeir verilib və deyilir ki, bu şeirdə bənzətməni tap. Elə o təşbeh deməkdir. Yəni eyni şeydir. Bu nə deməkdir? Təşbeh ümumiyyətlə açılışı nədir? Təşbeh bir predmetin, hər hansı bir əşyanın müəyyən əlamətinə görə özündən daha qüvvətli başqa bir əşyaya, predmetə bənzədilməyinə deyilir. Təşbehin də tərkibində 4 ünsür iştirak eləyir. 4 ünsür iştirak edir. Bunlar hansılardır? Birinci olmalıdır təşbehin içində bənzəyən. İkinci olmalıdır bənzədilən. Üçüncü olmalıdır bənzətmə əlaməti. Bənzətmə əlaməti. Dördüncü olmalıdır bənzətmə qoşması. Bunlar təşbehin ünsürləridir. İndi bir nümunə deyim. Axdın qəlbimizə bir bulaq kimi. Qəlbimizə bir bulaq kimi axdın. Qəlbimizə bir bulaq kimi axdın. Mexaniki səhvlər ola bilər. Məsəl üçün, klaviatura bunu böyük hərflə verib, mən verməmişəm. Öz-özünə böyüdü. Hə. Qəlbimizə bir bulaq kimi axdın. Və yaxud da əyilib partaya bir uşaq kimi əyilib. Məsələn, bir şeirdə müəllim haqqında danışır. Həmin o şeirdəki o nümunələri mən nəsrə çevirib verirəm ki, rahat olsun tapmaq. Sonradan şeirdə tapmaq daha rahat olar. Birinci nəsrin içində, yəni cümlənin içində tapaq, ondan sonra. Müəllimdən danışır burada. Yəni qəlbimizə bir bulaq kimi axdın, partaya da bir uşaq kimi əyildin. İndi burada fikir versək görərik ki, bulaq kimi axmaq. Bulaq bənzəyəndir, kimi qoşmadır, axmaq həmin bu bulağın əlamətidir. Bənzətmə qoşması buradadır. İndi buna bənzədiləni də qoyaq. Qəlbimizə müəllim, əvvələ qoyaq. Müəllim qəlbimizə bir bulaq kimi axdın. Müəllim qəlbimizə bir bulaq kimi axdın. Burada artıq bənzədilən müəllimdir. Müəllim bulağa bənzədilir. Bulaq kimi axmağa bənzədilir. Və eyni müəllim sözünü ikinci cümləyə də qoysam, müəllim partaya bir uşaq kimi əyildin. Əyildin etsəm, burada da uşaq bənzəyən, daha doğrusu yerini səhv dedim mən. Bənzəyənlə bənzə. Deməli müəllim bənzəyən, bənzədilən, bənzəyən müəllimdir, bənzədilən bulaqdır. Bir dənə bunu qarışdırmayaq. Bunu ən yaxşısı buraya yazım, mən özüm də çalışdım. Bənzəyən müəllimdir, bənzədilən, bulağa bənzədilir də müəllim. Bənzədilən də bulaqdır. Kimi burada qoşmadır. Kimi qoşması var ya. Bənzətmə qoşması. Axmaq da burada əlamətdir. Əlamət. Hə. Eyni formada aşağıya da tətbiq eləmək mümkündür. Yəni siz özünüz bunu tətbiq eləyərsiniz. Mən keçim metaforaya. Yox, metafora keçməyim. Təşbih haqqında bir neçə məlumat da yazacağam. Deyəcəm daha doğrusu. Deməli, ümumiyyətlə bu cür təşbihə baxın. Bu 4 ünsürün də iştirak etdiyi təşbihə nə deyilir? Onun adı var. Buna müfəssəl təşbih deyilir. Müfəssəl təşbih. Müfəssəl təşbih, yəni 4-ü də var. İndi bir dənə də var təşbihin bir növü. Ona mükəmməl təşbih deyirlər. Mükəmməl təşbih. Mükəmməl təşbihinin isə 4 ünsürü olmur.
Orada yalnız bənzəyən və bənzədilənin adı çəkilir. Bənzətmə əlaməti və bənzətmə qoşması iştirak etmir. Məsəl üçün deyirəm ki, mən küləyəm. Mən küləyəm. Və yaxud da sən dəryasan. Sən dəryasan. Bax burada mən bənzəyənəm, bənzədilən də küləkdir. Yəni küləyə bənzədilirəm. Sən dəryasan. Yəni bənzəyən və bənzədilən iştirak etmişdi. Amma bənzətmə qoşmasını görmürük. Biz buna əlavə edə bilərik. Mən külək kimiyəm və yaxud da mən külək kimi əsirəm. Sən dərya kimi çağlayırsan. Sən dərya kimisən. Dərya bu arada böyük dəniz deməkdir də. Yəni burada qısa şəkildə işlədəndə biz buna mükəmməl təşbeh deyirik. Sonra metafordan danışaq. Metafor bu da metafor da özü Yunan sözüdür. Mənası köçürmə deməkdir. Mənası köçürmə deməkdir. Ədəbiyyatımızda həm də eyni mənanı verən ərəb sözü də işlədilir bunun yerində. Yəni eyni şey deməkdir ya. Baxın, istiarə. Bunlar eyni şeylərdir. Metafora həm də istiarə deyirlər. Metafor, yəni Yunan dilindədir. İstiarə ərəb dilindədir. İkisinin də mənası köçürmə deməkdir. Burada predmetin müəyyən əlamətini başqa predmetin üzərinə köçürülməyindən danışılır. Yəni hər hansı bir əşyanın bir əlaməti, bir xüsusiyyəti başqa bir əşyanın üzərinə köçürülür. Şeirlərdə buna çox təsadüf olunur. Həddindən artıq. Əslində metaforla təşbihi çox qarışıq salırlar. Bunları öyrənən şəxslər, uşaqlar, nə bilim, şagirdlər, abituriyentlər, miqçilər çox qarışıq salırlar. Bir dənə bilmək lazımdır ki, metaforda da bənzətmə var, təşbehdə də bənzətmə var. Amma metafor bənzətmə əsasında yaransa da, təşbehdən fərqli olaraq burada bənzədilənin adı çəkilmir. Yəni fikir verin, burada bənzədilənin adları var da, həm mükəmməl təşbehdə, həm müfəssəl təşbehdə bənzədilən var. Amma metaforun içində adı olmur. Bənzədilənin adı olmur. Onun əlaməti köçürülür. Məsəl üçün deyirəm ki, bir nümunə deyək. Məsəl üçün deyirəm ki, mən deməyim də, bir başqası. Sən sən deməli əsirsən. Sən əsirsən. Bu əsmək küləyə xas bir xüsusiyyətidir və yaxud da deyirəm ki, bulud ağlayır. Bulud ağlayır. İndi bura diqqət eləyək. Sən əsirsən, bulud ağlayır. Əsmək küləyə aid bir xüsusiyyətdir. Bir insana köçürülüb. Ağlamaq isə insana aid bir xüsusiyyətdir. Buluda köçürülüb. Əslində bulud ağlaya bilməz ki. İndi deyirsiniz ki, bulud insan kimi ağlayır. Müəllim, bu da təşbehdir. Xeyr. Axı orada bulud insan kimi, insan sözü yoxdur orada. Bulud sadəcə ağlayır. İnsanın ağlama xüsusiyyəti köçürülüb buludun üzərinə. Və burada metafor yaranıb. Sonra, ümumiyyətlə bizim ədəbiyyatda həm də belə ifadələr də var. Məsəl üçün, gülüm, nə bilim, gülüm, çiçəyim və yaxud da quzum, müsbət mənada işlənənlər. Bir də var ki, mənfi mənada işlənən tülkü, çaqqal, başqa nə? İlan və s. Baxın, bunlar da metafordur. Məsəl üçün, mən deyirəm ki, ay quzum, adın nədir? Ay quzum, adın nədir? Buradakı quzum sözü metafordur. Və yaxud da deyirəm ki, tülküyə bir bax. Sən hələ tülküyə bir bax. Burada tülkü metafordur. Yəni, qarışdırmayaq bunları. Sonra bizdə gəlir metonimiya.
Görək bu metonimiya nədir? Metonimiya özü Yunan sözüdür. Yenə də Yunanlar çox iş görüblər. Yəni elə bilə xalq olmayıblar. Yunan sözüdür və mənası nədir? Mənası bizə ad dəyişmə deməkdir. Ad dəyişmə. Ad dəyişmə deməkdir. Metonimiyada predmeti bildirən söz əvəzinə, hər hansı bir əşyanı bildirən söz əvəzinə onunla əlaqəsi olan başqa bir söz işlədilir və bundan söhbət gedir. Məsələn, deyirəm ki, Bakı yatır. Bakı yatır. Əslində, Bakı deyəndə kim nəzərə tutulur? Bakıda olan insanlar. Bakıda olan insanlar nəzərə tutulursa, burada Bakı metonimiyadır, ad dəyişib. Yəni Bakı bir şəhər olaraq adam deyil də. Yəni Bakıdakı insanlar Bakını yaradır. Bakı burada metonimiyadır. Və yaxud da deyirəm ki, məktəb bizi gül çiçəklə qarşıladı. Məktəb bizi gül çiçəklə qarşıladı. Məktəbin ayağı var ki, o betonların ayağı var ki, bəyəm, və yaxud da o şiferin, damın başı var ki, insandır ki, o xeyr. Məktəb bizi gül çiçəklə qarşıladı. Yəni məktəbdəki şagirdlər, insanlar bizi gül çiçəklə qarşıladı. Söhbət insanlardan gedir. Ona görə də buna ad dəyişmə deyirik. Və yaxud da deyirəm ki, otaqda yox, bir dəqiqə. Otaq sakit idi. Otaq sakit idi. Söhbət boş divardan getmir ki, otaqdakı insanlardan gedir. Otaq sakit idi. Və yaxud da ki, salon susurdu. Salon susurdu. Burada salon adam deyil ki, sussun. Yəni salon susurdu. Salondakı insanlardan söhbət gedir. Buna metonimiya deyirlər. Metonimiya o qədər çətin deyil. Yəni rahatdır. Metonimiyada nəyi çaşır uşaqlar? Metonimiyada baxın bu tülkü, gülün, çiçəyin var ya yuxarıda, metafor. Onu bəzən metonimiya kimi götürürlər. Onlar metonimiya deyil ha, yəni onlar metafordur. Çaşmayaq. Sonra bədii təsvir vasitələrindən axırıncısı simvoldur. Simvol nəyə deyilir? Simvol da Yunan sözüdür. Mənası isə nə deməkdir? Rəmz deməkdir. Nişan, nişanə, şərti işarə, rəmz. Rəmz deməkdir mənası. Nişanə də yaza bilərsiniz, rəmz də deyə bilərsiniz. Fərqi yoxdur, eyni mənaya gəlib çıxır. Ümumiyyətlə, burada işarə ilə müəyyən bir fikir ifadə olunur. Bir işarə verir, onunla bağlı bir fikir ifadə olunur. Məsəl üçün, durna qəribliyin rəmzidir. Məsəl üçün, bir şeirlər var ya, ay havada uçan durna, bizi qoyub qaçan durna. Bu şeirlərdə də Qasım bəy Zakirin Durnalar şeiri var, Vaqifin Durnalar şeiri var. Durnalar şeirində bir qəriblik, uzaqlıq, həsrət ifadə olunur. Və yaxud da göyərçin, məsəl üçün əsərdə hansısa bir əfsanələrdə, nağıllarda göyərçindən söhbət gedir və göyərçin orada müharibəni bitirən bir sülh rəmzi kimi istifadə olunur. Məsəl üçün, bir dağdan danışılır, hansısa bir dağdan. Dağ vüqarın rəmzidir, vüqar, əzəmət, yəni onun rəmzidir. Və yaxud da dovşan qorxaqlığın rəmzidir, tülkü hiyləgərliyin rəmzidir. İndi deyəcəksiniz ki, onda indi bu, bəs buradakı bu gülüm, çiçəyim, quzum, tülkü, çaqqal ilan, onda o simvoldur həm də. Xeyr, xeyr. Əgər mən kiməsə gülüm deyirəmsə, kiməsə tülkü deyirəmsə, o metafordur. Əgər mən şeirdə, əsərdə obraz kimi tülkünü canlandırıramsa, onda o simvoldur. Məsəl üçün, əlbir olub bir ayı bir şir ilə, ovladılar dovşanı tədbir ilə, olmadılar razı onu bölməyə, çıxdı iş axır ölü böldürməyə.
Çeynədilər, didişdilər, ditdilər, bir-birini al-qana qərq etdilər. Özlərini taqətdən saldılar, hər biri bir səmtə düşüb qaldılar. Tülkü uzaqdan görüb bu haləti, bildi ki, yox heç birinin taqəti. Gəldi, götürdü, ovu etdi fərar, həsrət ilə baxdı dalınca onlar. İndi burada tülkünün konkret bir obrazı var, düzdür? Ayının və çaqqalın obrazı var. Və ayı və çaqqal burada axmaqlığı bildirir, tülkü isə hiyləgərliyi bildirir. Yəni onlar bir-birinə çeynəməkdə idilər. Dovşan da orada qurbandır da. Dovşanı tutmuşdular. Qurban idi. Tülkü də gəldi, aradan dovşanı götürdü. Onlar elə bir-birini qıra-qıra qaldılar. Yəni söhbət burada bu obrazlardan gedirsə, biz bunları simvol götürdük və yaxud da bir əsərdə ruslarda daha çox olur bu. İlan ruslarda müdrikliyin rəmzidir. Rus ədəbiyyatında, rus nağıllarında, təmsillərdə daha doğrusu söhbət təmsillərdən gedir. Çünki ən çox simvol orada işlənir. Orda görmək olur ki, məsəl üçün ilandan danışır müəllif. Axırda ilan bir nəsihətamiz bir fikir verir. Bizim ədəbiyyatda da var o. Yəni bizim ədəbiyyatda deyəndə ki, rus ədəbiyyatından nümunədir. Bizim dilə tərcümə olunub. Orada da ilan müdrikliyin rəmzi kimi ifadə olunur. Yəni xain kimi verilmir. Bizim öz ədəbiyyatımızda isə ilan xainliyin simvoludur. Belə simvol məncə çətin olmamalıdır. Nəyisə bildirməlidir. Bir işarə verməlidir. Bəs bədii ifadə vasitələri nədir? Bu qədər danışdıq. Bunların hamısı bədii təsvir vasitələridir. Bədii ifadə vasitələri bəs nə deməkdir? Qoy mən bu videonu yükləyim, sonra bədii ifadə vasitələrindən də danışım.